Ermənistanın gələcəkdə özünü hansı tərzdə aparacağından çox şey asılıdır. Bunu Yeni Çağ açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. O, sülh prosesində müsbət addımlar atan Ermənistanın işğal dövründə ölkəmizə qarşı törətdiyi maddi, mədəni, milli, mənəvi və tarixi zərərlərə görə Azərbaycanı haqlı olaraq qaldırdığı məhkəmə iddialarına mümkün reaksiyasından danışıb. Deputat bildirib ki, hər bir məsələyə Azərbaycanın maraqları çərçivəsində yanaşılır. Yəni məsələ bundan ibarətdir ki, bu bir faktdır. Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal edərək 1 milyondan çox qaçqınımız olması bir faktdır. Eyni zamanda işğal altında saxladığı ərazilərimizi yerlə yeksan edirlər. Daşı daş üstə qoymurlar. Və sözün əsl mənasında bugün Ağdam bir müasir 21-ci əsrin kriz olmasıdır. Beynəlxalq ekspertlərin, eləcə də digər mötəbər qiymətləndiricilərin rəyi nəticəsində, hesablamaları nəticəsində Ermənistanın Azərbaycana vurduğu maddi ziyan artıq milyardlarla ölçülür. Bununla bağlı Azərbaycan beynəlxalq məhkəməyə müraciət edir. İndi məsələ bundan ibarətdir ki, sülh prosesləri olarsa, Ermənistan əlbəttə 17 bənddən ibarət razılaşmanın taraflanması olubdur. Sadəcə olaraq Azərbaycan yekun sülh müqaviləsi əldə etdikdən sonra güzəştdən söhbət gedə bilmir. Yəni nələri edə bilər, nələri edə bilər. Milli maraqlarımız çərçivəsində bu məsələlər yalnız yenə deyir ki, bizim Azərbaycanın maraqları çərçivəsində hər bir şey yanaşılır, hər bir şey baxılır. Eyni zamanda Ermənistanın gələcəkdə özünün hansı tərzdə aparacağı proseslərindən də çox şey asılır.